Salam. Coğrafiya din 1-ci hissə 2025-ci il nəşrinin situasiya suallarına baxırıq. Situasiya daha aydın görünsün deyə biz burada sxemlə rəngli formaya çevirdik. Deməli, situasiya 1. Okean tipinin relyefi materiklərin relyefi kimi mürəkkəbdir. Lakin burada olan relyef formalara əsasən yerin daxili qüvvələrinin fəaliyyəti nəticəsində yaranır. Burada düzənliklərə, sualtı qalxmalara və dərin okean növlərinə rast gəlinir. Okean dibində həm materik, həm də okean tipli yer qabığı mövcuddur. Deməli, bildiyimiz kimi okeanın dibində də müxtəlif relyef formaları mövcuddur. Bu relyef formalar əsasən daxili qüvvələrin, yəni endogen qüvvələrin təsiri ilə yaranır və burada həm materik tipli, həm də okean tipli yer qabığı mövcuddur. Bildiyimiz kimi materik tipli yer qabığı 3 hissədən ibarətdir: qranit, bazalt və çökmə. Okean tipli yer qabığı isə yalnız 2 hissədən, bazalt və çökmə qatdan ibarətdir. Yəni okean tipli yer qabığında qranit qatı mövcud deyil. Yəni adı okean tipli yer qabığı, okean dibinin relyefi olsa da burada həm materik tipli relyef formaları da mövcuddur. Onları biz qeyd edəcəyik. Bizə sxemdə 5 relyef vahidi verilib. Biz onları əvvəlcə adlarını qeyd edək. Elə ikinci tapşırıqda bizə relyef formunun adını istəyir bizdən. Deməli 1 materik dayazlığıdır. Materik dayazlığı və yaxud biz buna qısaca şelf də deyilə bilər. Materik dayazlığı şelf zonası əsasən okeanın 200 metrə qədər dərin hissələrində formalaşır və burada çökmə süxur xatı qalın olur. Ən çox şelf zonası isə Şimal Buzlu Okeanında yayılmışdır və buradan əsasən üzü mənşəli faydalı qazıntılar çıxardılır. 2. Materik yamacıdır. Materik yamacı verilib, əsasən meyilliyi çox olur materik yamacında. 3. 2 yerdə 3 rəqəmini görürük biz. Yəni 3 rəqəmi ilə bizə verilən okeanın dibində olan düzənliklərdir. Bunlara biz okean yatağı və yaxud da abissal düzənliklər deyə bilərik biz buna. Okean yatağı və yaxud da abissal düzənliklər. Sonra 4 rəqəmi. 4 rəqəmi litosfer tavalarının divergent sərhədində uyğun gəlir. Ayrılma sərhədlərində müşahidə olunur. Burada əsasən ayrılma sərhədlərində Orta Okean dağ silsilələri və rift dərələri yaranır. Buna əsasən Orta Okean dağ silsiləsi burada verilib bizə. Orta Okean dağ silsiləsi. 5 rəqəmi ilə də görüldüyü kimi okean novu və yaxud da çökəkliyi qeyd edə bilərik. Biz okean novu və yaxud da çökəklik bizə 5 rəqəmi ilə təsvir edilib. Burada bizə okean dibinin relyef formalarından bir dənə materik ətəyi verilməyib. Materik ətəyi bu hissədə olmalı idi. Deməli, biz demişdik ki, həm okean tipli, həm materik tipli yer qabığı mövcuddur. Materik dayazlığı, materik yamacı və materik ətəyi materik tipli yer qabığına mövcuddur. Yəni, burada qranit qatı mövcuddur. Digərlərində isə qranit qatı mövcud deyil. Sonra, birinci suala baxaq, qayıdaq biz. Sxemdə verilən rəqəmlərə əsasən okean tipli litosfer tavalarının divergent zonası üçün səciyyəvi olan relyef formasını müəyyən edib yazın. Bayaq biz adlandıranda da demişdik ki, divergent ayrılma sərhədi 4 rəqəminə uyğun gələn Orta Okean dağ silsiləsi və yaxud da biz burada rift dərələri də qeyd eləyə bilərik. Rift dərələri. Əsasən ən yaxşı bu müşahidə olunur Atlantik Okeanın ortasında. Atlantik Okeanın ortasında bu hissədə Şimali Amerika ilə Avrasiya, Cənubi Amerika ilə Afrika litosferinin ayrılma sərhədində Orta Okean dağ silsilələri müşahidə olunur. Hətta bəzən bu dağ silsilələrinin zirvələri səthə çıxaraq adalar da əmələ gətirə bilər. Buradakı İslandiya adası, Azor adası, Müqəddəs Yelin adası belə adalardandır. Həmçinin aydın nəşərə çarpan divergent sərhədi burada biz Naska və Sakit Okean litosfer tavalarları arasında da müşahidə eləyə bilirik. Deməli, bu oldu 4 Orta Okean dağ silsiləsi və rift dərələridir. Sxemdə 1, 3, 5 rəqəmləri ilə qeyd olunan okean dibinin relyef formalarının xəritə sxemdə verilmiş nöqtələrə uyğunluğunu müəyyən edin. Deməli, bizə 1 rəqəmi ilə materik dayazlığı şelf zonası verilmişdir. Şelf zonası demişdik ki, 200 metrə qədərinliyə malikdir. Xəritəyə baxanda xəritədən açıq rəngli ərazilər bilinir. Ən çox da biz demişdik ki, Şimal Buzlu Okeanda yerləşir. Bizə 1 rəqəmin uyğun gələn bu sxemdə verilənlərdən B məntəqəsidir. Şimal Buzlu Okeanda yerləşir. Həmçinin rəngindən də bilinir ki, sahil yanı ərazilər. Həmçinin burada Şimal dənizi şelf zonasıdır, Oxot dənizidir, Sarı dənizdir, şelf zonası müşahidə olunur. Sonra bizə 2 lazım deyil də 2-ni yazdım. Bura 3.
3-də bizə verilib okean yatağıyan abissal düzənliklər. Düzən ərazilər lazımdır bizə. Əsasən okeanın ortasında olur. Bunlara biz C və Y rəqəmləri, abissal düzənliklər bizə göstərilir. C və Y okean dibində olan düzənliklər. 5 rəqəmi biz demişdik ki, okean novu, yəni okean çökəklikləridir. Əsasən litosfer tavalarının toqquşma sərhədlərində, konvergent sərhədlərdə yaranır. Burada bizə A rəqəmi ilə verilən Nazca və Cənubi Amerika litosfer tavalarının sərhədində yerləşən Peru-Çili novu yerləşir burada A rəqəmində. Sonra D-də isə Filippin və Sakit Okean litosfer tavalarının toqquşma zonasında yerləşən, dərinliyi 1022 metrə malik olan dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi yerləşir. Yəni 5-ə də A, D şəklində olmalıdır. Cavabımız deməli 1-ə B, 3-ə C-yi, 5-ə A, D olmalıdır cavabımız. Yəni bu situasiyamızın həlli bu formada olmalıdır. Situasiya 1.